Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Həftəlik açılımla yenə qarşınızdayım. Baxın, bugün ayın 10'udur və onu da paylaşacağım da. Video yəni çox təzədir. Yəni dünən çəkməmişəm, ondan əvvəlki gün çəkməmişəm. Təzə-təzə çəkirəm. Çəkən kimi də paylaşacağım elə. Yəni bugün ayın 10'udur. 11 və 18 may tarixlərində bizi nə gözləyir? Buna baxacağıq. Baxaq görək həyatımızda nə yenilik olacaq. Videom sırf izləyicilərimə aiddir və bir də bunu deyim, şəxsi açılım etmirəm. Sadəcə burada sizin üçün belə gördüyünüz kimi ümumi açılımlar edirəm. Üzərinə də bir şeylər qoyaq ki, seçmək sizə rahat olsun. Aha. Birinci, ikinci və üçüncü variant. Kimin üçün seçmək çətindirsə videonu saxlayın. Ümumiyyətlə bəziləriniz yazırsınız ki, mən seçməkdə çətinlik çəkirəm. Ümumiyyətlə üçünə də qulaq asa bilərəmmi? Yox. Bu həftəlik açılımda bir dənəsinə qulaq asın və yaxud da ki soruşurlar ki, birində, yəni bir varianta başqa bir şey tutub, o digərlərində fərqli şeylər tutub qulaq asa bilərəmmi? Xeyr. Bu həftəlik açılımdır. Baxacağıq ki, həftəmizdə nə olacaq? Yəni ona görə bir dənə seçməlisiniz. Yenə deyirəm, görürsünüz ki, videonu açdınız, gördünüz ki, seçmək sizə çətindir. Videonu bağlayın, 10 dəqiqə sonra baxın və yaxud da 5 dəqiqə sonra və yaxud da ki 1 saat sonra. Sizə necə rahatsa elə deyin. Yəni bunu siz bilirsiniz də, çoxdandan izləyənlər bilirlər. Siz mən kartları qoyanda siz onsuz da hiss eləməlisiniz ki, bax bu variant sizdikdir, bu və yaxud da ki bu. Hansısa bir variantın sizə aid olduğunu siz özünüz hiss eləməlisiniz. Başa düşürsünüz? Yəni belə bir şey var. Birinci variantı seçənlərlə başlayırıq. Görək. Həftəmiz necə olacaq? İnşallah ki, yaxşı olsun. Xeyirlisi nədirsə o olsun. Yenə də iş, maddiyyat. Birinci sıramız olur iş, maddiyyat, təhsil. İkinci sıramız olur sevgi həyatımız, bizim şəxsi həyatımız. Və həftəmiz hərəkətli olacaqmı? Buna baxacağıq. Baxaq. Bir dənə su içim. Başladıq. Görək. İş, maddiyyat, pul nə vəziyyətdədir? Aha. Baxın, belə bir şey deyin bəzilərinizdə. İndi qulaq asanlar çoxdur da, ona görə hər bir formasını demək lazımdır ki, sizə hansı uyğundur, onu da qəbul edirsiniz. Bəziləriniz var ki, ali təhsillisiniz və yaxud da ki, uzun müddətli dövlət işində işləmişsiniz, yəni işinizi bilirsiniz, işləyən bir xanım olmusunuz uzun müddət və yaxud da ki, nə bilim, pullu bir xanım olmusunuz, bilmirəm, ailədən qaynaqlı da ola bilər. Bu işə baxmasaydıq, başqa cür yorumlardım. Burada amma sırf belə deyim də, yəni iş sevən bir xanımsınız, işləyən bir xanımsınız, yəni işsiz qala bilmirsiniz. Fərqi yoxdur, harda işləyirsiniz, işləyəsiniz də, yəni onun heç bir fərqi yoxdur. Sanki bəziləriniz xəbər gözləyirsiniz. Xəbər gözləyirsiniz, məktub gözləyirsiniz, nə mail atmışsınız, onun cavabını gözləyirsiniz. Bu ola bilər. Burada xüsusilə özdə bəzilərinizdə çox insanlarda dövlət qapısı ola bilər, dövlət işi ola bilər. Və yaxud da dövlət işi olmasın, amma bir bina olsun, nə bilim, bir müəssisə olsun, yəni böyük bir yer, oradan xəbər gözləyirsiniz. Sanki cavabını ala bilmirsiniz deyə narahatsınız. Ümumiyyətlə, yəni bilirsiniz necə, depressiyaya çox qapılan bir insansınız. Xüsusilə iş mövzusuna baxdığımız üçün, yəni iş mövzusunda alınmırsa, çəkilib kənara deyirsiniz ki, yoxdur, alınmayacaq, olmayacaq. Yəni buna qapılmağa ehtiyac yoxdur. Zaten gözlədiyiniz bir yer var və oradan da xəbər gələcək sizə. 18'i də ola bilər, 18'i daxil. Çünki 8'li bir zaman çıxdığı üçün ola bilsin videonu bax istəyirsinizsə ondan 8 saat sonra da ola bilər. Ayın 18, 11'i və 18 may demişik də. Ola bilsin elə 18 tarixlərində, 8 saat sonra, yəni 8'li bir zaman çıxır da, başa düşürsünüz. 8'li bir zamanda həmin yerdən cavab gözləyir. Bəziləriniz isə
sanki öz işinizi qurursunuz. Yəni öz işinizin sahibi ola bilərsiniz. Çünki burada işləyən bir xanım kimi çıxdığınız üçün öz işinizin sahibi ola bilər. Öz işinizi qurmaq yönündə nəsə istiqamətlənirsiniz də. Yəni nəyisə bir şeylər eləməyə çalışırsınız. Amma əksəriyyətimizdə, çox hissəmizdə, deyərdim %70% insanlarda öz işini qurmaq yox, dövlət müəssisəsi ola bilər, hər hansı bir iş ola bilər. Bəziləriniz, yenə deyirəm, nəsə bir xəbər gözləyirsiniz. Yəni məhkəmə ilə bağlı bir şeylər də ola bilər. Yəni həmin o məhkəmədən sizə pul gələcək, aliment ola bilər. Yəni bir müəssisə çıxır da, yəni sizin üçün. Amma gözlədiyiniz bir xəbər var ki, 8-li bir zamanda oradan sizə xəbər gələcək. Yenə deyirəm, bu olumlu və yaxud da olumsuz, yəni yaxşı və yaxud da ki pis. Artıq bunu zaman göstərəcək. Burada xəbər çıxdığı görünür. Amma sizin sevindiyiniz, düzdür, burada pis olduğunuzu görürəm. Amma mən bu pis olduğunuz kartı bilirsiniz nəyə yorumlayıram. Yəni siz istədiyiniz yerdən istədiyiniz cavabı ala bilmədiyiniz üçün depressiyaya düşürsünüz. Buna yorumlayıram. Bacardığım qədər yəni yaxşı tərəfi yorumlamağa çalışıram. Amma ola bilər ki, məsələn, dövlət qapısından sizə gözlədiyiniz işdən sizə xəbər gələr, amma bu olumsuz ola bilər. Çünki mən burada sizin konkret olaraq sevindiyinizi görə bilmirəm. Pul gözləyənlərimiz varsa, biraz gözləyə bilərsiniz. Yəni, məsəl üçün, kimsə sizə borcludur. Bu həftə içində qaytarmasını görmürəm. Çünki yenə deyirəm, bu kart çıxmasaydı, burada sizi çox insan izlədiyi üçün hər bir tərəfə mən yönəldirəm ki, hamıya uyğun olsun. Burada sizi biraz görürsünüz də burada insan nə vəziyyətdədir. Yəni, elə bir ki, necə sizə izah edeyim? Yəni, sanki bəzi hallar var ki, sizi depressiv bir hala salır. Bəlkə sizə kimsə borcludur və yaxud da siz kiməsə borclusunuz. Demirəm, yəni çox sıxıntıda olacaqsınız. Sadəcə depressiv bir hallar yaşaya bilərsiniz. O maddiyyat, pul, işlə bağlı. Başa düşürsünüz belə. Amma gözlədiyiniz bir şey var ki, ondan xəbər gələcək. Keçək görək bizim sevgi həyatımız nə vəziyyətdədir. Gəlin belə deyək birinci. Bəzilərinizdə yeni bir tanışlıq ola bilər. Yeni tanışlıq olacaq, amma bunun çox gedəcəyini düşünmürəm. Tutaq ki, kimləsə tanış oldunuz. 1-2 gün danışdınız, görəcəksiniz ya adam yoxa çıxıb, ya siz ondan nəsə bir elektrik və yaxud da enerji ala bilmirsiniz. Bunu qoyduq bir kənara. Siz həmin bir insanın olduğunu görürəm burada. Siz də sevirsiniz, o insan da sizi sevir. Amma biraz qorxaq insandır. Duyğusal insan ola bilər. Amma məsəl üçün gələcəyə doğru planlar atırsınız, amma bu insan qorxur. Bəzi qorxuları var bu adamın. Neysə, misal üçün nəsə bu insandan istəyirsiniz, amma qorxur bu şeyi eləyə bilmir. Bu istədiyiniz şey gələcəyə dair bir şeylərdir. Demirəm, evlilik. Misal üçün gələcəkdə, məsələn, gələcək dediyimiz da ki, elə bu həftə içindədir. Nəsə bu insandan bir şey gözləyirsiniz ki, sizə eləyəcək. Elə addımı götürək. Addım atmasını gözləyirsiniz. Bu kartımız deyir ki, hələ ki addım atması görünmür. Sizi istəyirəm, mən deyə bilmərəm ki, demirəm sizin dərdinizdən ölür. Sizi istəyir, siz də o insanı istəyirsiniz, amma qorxaq bir adamdır. Yəni cəsarətli bir insan deyil. Addım gözləyirsinizsə, addımı hələ ki görünmür. Bəzilərinizdə isə burada yeni tanışlıq olacaq. Yeni bir insanla tanış ola bilərsiniz, amma yenə deyirəm, yəni uzun çəkəcəyini düşünmürəm. Qısa ola bilər. Baxaq görək həftəmiz hərəkətli olacaq, yoxsa yox. Həftəmiz bilirsiniz necə olacaq. Sirli bir həftə ola bilər. Kimsə sizdən nəsə gizlədə bilər, bunu tapa bilərsiniz. Və həftəviz başınız bundan qarışa bilər. Və yaxud da ki, siz kimdənsə nəsə gizlədə bilərsiniz. Bəziləriniz artıq bildi ki, kimlə bəhs edirəm. Bilirsiniz ki, siz bəzi insanlardan nəsə gizlədirsiniz və ki, həyatınızda olan insandan bəzi şeylər gizlədirsiniz. Və yaxud da ki, o insan sizdən bəzi şeylər gizlədir. Yəni, həftəmiz sirli keçəcək. Əgər bir şey gizlədirsinizsə, ehtiyatlı olun, üstü açıla bilər. Belə. Yəni, həftəmiz gizli, sirli keçəcək və bu sirrin üstü açılacaq. Belə. Keçirik ikinci varianta. Görək sizi nə gözləyir. Görək sizdə nə olacaq.
Birinci sıramız bizim iş, pul, maddiyat. İkinci sıramız bizim sevgi, şəxsi həyatımız. Və həftəmiz hərəkətli olacaq mı? Buna baxaq. Bir dəqiqə. Getdik. Baxırıq bizim iş, pul, maddiyata. Aha. Bəziləriniz tələb ola bilərsiniz, bəziləriniz %50%, bəlkə də %30 və ya da 40%, 50-dən aşağıya. Burada bir hökmran bir insan görürəm, bir güclü xarakter bir insan görürəm, yəni sizi görürəm. Tutduğunu qopardan bir insan görürəm. Soyuqqanlı bir insan görürəm. Bəzi hallarda kobud olan, bəzi hallarda sözünü deyən bir insan görürəm. Ta ki işləyirsinizsə, işinizdə tələbkar ola bilərsiniz. Və yaxud da ki, haqqınızı tələb edən bir insan ola bilərsiniz. Və yaxud da ki, nə bilim, agresiv ola bilərsiniz, əsəbi ola bilərsiniz. Baxın, bu sizsiniz. Bəziləriniz bəlkə də sizə üçüncü bir şəxs sizə nəsə bir söz verir, nəsə bir üçüncü və yaxud da ikincidə, yəni ola bilsin ki, misal üçün bir insana nəsə demişsiniz və onun dostu, nə bilim, tanışı sizə nəsə söz verib. Bəzilərinizdə isə belə bir hal var ki, nəsə ikili, üçlü birləşib bir şey eləmək istəyirsiniz. Nəsə bir maddiyatla bağlı, pulla bağlı, nəsə 2-3 nəfər birləşib bir şey eləməyə çalışırsınız. Və bilirsiniz necə, güclü olduğunuz qədər də sanki almaq istədiyiniz bir şey var deyə buna görə bəzi agresivləşə bilirsiniz. Və yaxud da ki, nəsə satmaq istəyirsiniz, nəsə almaq istəyirsiniz, nəsə bir şeylər eləməyə çalışırsınız, amma eləyə bilmirsiniz. Eləyə bilmirsiniz, çünki maddi olaraq gücünüz buna çatmır. Söhbət bu şeydən, mən keçmişə dair danışıram, elə bilirsiniz ki, əvvəldən də yox. Yəni, bu həftə ərzində nəsə almağa çalışırsınız, nəsə eləməyə çalışırsınız, birləşib bir şey eləməyə çalışırsınız, amma maddi gücünüz buna yetmir elə bir. Bəziləriniz tələbəsiz. Tələbəsiz deyə bəlkə də, nə bilim, maddi imkan, bəlkə də burada oxuyursunuz, kiraya qalırsınız, biraz sıxıntı yaşaya bilərsiniz. Yəni, %50%, 50-dən aşağı insanlar tələbə kimi görünür burada. Və yaxud da ki, nə bilim, ailəvi sizə baxır da, yəni tələbə deyilsiniz, amma ailəvi sizə baxır. Yaşınız yəni 25-dən aşağı ola bilər. Belə yəni. Tutaq ki, bir şey almaq istəyirsiniz. Tutaq ki, nə almaq istəyirsiniz də sizə belə izah eləyim. Bəziləriniz yazırsınız ki, çox belə lor dildə deyirsiniz, deyəm, hamımız başa düşə bilirik. Ona görə yəni çalışıram ki, elə bir formada başa salım ki, sizə. Tutaq ki, nə deyim də sizə, ən yüngül bir şey, telefon almaq istəyirsiniz. Amma maddi gücünüz hal-hazırda buna çatmır. Amma istəyirsiniz də, bunu çox istəyirsiniz. Sanki bilirsiniz necə, tutduğunu qopardan bir insansınız. Güclü xaraktersiz, yəni. Xarakter işdə deyirəm də, yəni bu, bəlkə də sevgidə başqa cür çıxarsınız. Amma işdə sanki tutduğunu qopardan, maddiyatı, yəni bunu istəyirəmsə, bunu eləmək, yəni eləməliyəm. Hal-hazırda gözləyin. Hal-hazırda gözləyin, çünki pul yığa bilərsiniz bəziləriniz ki, bunu almaq üçün. Bu həftə ərzində biraz sıxıntı yaşaya bilərsiniz. Yəni, biraz maddi tərəfdən sıxıntıya düşə bilərsiniz. Biraz kasıblaya bilərsiniz. Tutaq ki, nə bilim, toya gedərsiniz. Pulunuzun çoxunu orada xərcləyərsiniz. Misal saç, makyaj, paltar, toy falan hamısına, yəni pulunuz çox gedər. Bu həftə ərzində biraz sıxıntıya düşə bilərsiniz. Və yaxud da ki, nə bilim, toy, ad gün eləyirsiniz, nəsə bir şey eləyirsiniz ki, biraz maddi tərəfdən zəifləyə bilərsiniz. Xəbər gözləyənlərimiz varsa, xəbər burada daha çox yəni çıxacağını görmürəm. Sadəcə ola bilsin ki, siz gözləyirsiniz. Bəlkə də üçüncü bir şəxs sizə nəsə söz verir, onun da cavabını gözləyirsiniz. Burada yekunlaşdıraraq belə bir şey deyim ki, maddi tərəfdən nəsə almağa çalışan, ümumilikdə deyirəm, maddi tərəfdən nəsə almağa çalışan bir insanı görürəm və yaxud da satmağa və yaxud nəsə də bir şey eləməyə çalışan bir insan görürəm və maddi gücünüz buna yetərincə çatmır. Demirəm, tam çatmır, yetərincə buna maddi gücünüz çatmır. Belə bir insanı görürəm. Belə. Keçirik sevgi həyatımıza. Sevgi həyatımızda görək nə çıxır.
Aha. Sevgi həyatımızda baxın %90% bir insandan addım gözləyirsizsə, hərəkət gözləyirsizsə, nə bilim, nəysə bir şey gözləyirsizsə, %90, mən sevmirəm %100 deməyi, çünki %100% heç kimə yəni verə bilməz. %90 deyirəm də, yəni %90% sevdiyiniz bir insan varsa, mütləq formada, baxın, bunun çıxmağına baxmayaraq, %90% bu insan sizə addım atacaq. Ola bilər addım atar, dalaşarsınız. Ola bilər ki, addım atar, nə bilim, barışarsınız. Axırı ki, bu insanla nəsə bir danışığınız, bir hərəkətlənmə olacaq. Eləyəcək yəni bunu. Bəlkə də siz eləyəcəksiniz. Yəni bu insanla, yəni tutaq ki, yazırdınız, sizə cavab vermirdi. Yazacaqsa sizə cavab verəcək. Və yaxud ki, o insan yazırdı, siz cavab vermirsiniz. Bu həftə ərzində özünüzdən asılı olmayaraq o insana cavab verə bilərsiniz. Yəni belə bir şey. Amma sizin münasibətinizi belə bir formada yorumlayaq. Münasibətinizdə çatışmayan şeylər çoxdur. Bu nə deməkdir? Yəni münasibətiniz sıxıcı bir yönə gedir. Bu insan münasibətdən sıxılır. İşkolik insan ola bilər, işləməyi sevən insan ola bilər, pula önəm verən bir insan ola bilər, mütləq ki, pula önəm verən bir insandır. Amma buna baxmayaraq, söhbət sizinlə olan münasibətdən gedirsə, sizlə olan münasibəti biraz canlandırmaq lazımdır. Çünki adam münasibətdən sıxılır, bezib, nə bilim, ya hər gün rutin olaraq eyni şeyləri eləyirsiniz, ya ümumiyyətlə, tutaq ki də, belə bir şey deyim. Hər gün, nə bilim, filan yerə gedirsiniz, gəzirsiniz. Yəni, bu adam da bilir ki, hər gün filan yerə gedib gəzəcəksiniz orada. Biraz maraq qatın münasibətə, biraz nəsə bir dəyişiklik eləməyə çalışın. Çünki adam sizdən soyuya bilər. Çünki sıxılır da, bu adam elə bir yorulub, bezib, sıxılır, yenilik axtarır. Yenilik axtarıraqdan sizdən də uzaqlaşa bilər. Yenilik axtaran insan həmişə xəyanət edən insandır, bunu da bilin. Yəni, necə deyim, münasibətə bir rəng qatın da, nəsə bir şeylər eləməyə çalışın. O insanı siz bilirsiniz, siz tanıyırsınız, siz görürsünüz. Yəni, mən deməyim düzgün deyil, hər insan fərqlidir. Siz bilirsiniz ki, o insana necə rəng qatım, o insan olan münasibətimə necə rəng qatım ki, bu insan biraz canlansın, biraz fərqli şey görsün. Həmişə elədiyiniz şeyləri biraz kənara qoyun, fərqli bir şeylər eləyin. Başa düşürsünüz, yəni münasibətə bir rəng qatın. Çünki bu adam sizdən soyuya bilər. Tutaq ki, uzun müddət sıxılıb sizdən, addım atmır. Bu həftə atacaq, zaten o addımı atacaq. Amma, yəni, tutaq ki, bu həftə atdı. Bəs gələn həftə yenə də sıxılır axı. Yəni, ümumilikdə deyim, bu həftəyə dair yox, ümumilikdə bu insan, həyatınızda olan bu insan, münasibətdə olan bəzi şeylərin təkrarlanmasından sıxılır. Tutaq ki, siz saçınızın rəngini dəyişə bilərsiniz, makyajınızı dəyişə bilərsiniz, geyim tərzinizi biraz dəyişə bilərsiniz. Təbii ki, bu insanı həyatınızda istəyirsinizsə, istəmirsinizsə, təbii ki, heç nəyə dəyişməyə məcbur deyilsiniz. Amma bu insanı istəyirsinizsə, nəsə bir dəyişiklik eləməyə məcbursunuz. Yəni, bu insan istəyirsinizsə, sizə xəyanət eləməsin, getməsin, nə bilim, nəsə bir şey eləməlisiniz ki, bu insan sizin həyatınızda qalsın. Çünki bu insan sıxılan bir insandır və sizlə olan münasibəti biraz dəyişmək lazımdır. Baxaq görə həftəmiz hərəkətli olacaq. Həftəmiz bilirsiniz necədir? İnşallah ki, tutduğunuz bir arzunuz, diləyiniz var ki, həyata keçəcək. Bəzilərinizdə də belə bir şey deyim. Tutaq ki, nəsə bir şey istəyirsiniz, kiçik bir şeydən söhbət gedir. Təbii ki, böyük bir şeydən söhbət getmir. Misal üçün istəyirsiniz ki, bir şey var ki, yenə deyəcəksiniz ki, yenə gəldi almağa. Tutaq ki də, yəni başqa bir ya ağlıma bir şey gəlmir, yəni. Tutaq ki, saçınızın rəngini dəyişmək istəyirsiniz, uzun müddət bunu istəyirsiniz. Hələ ki, ya vaxt eləyib gedə bilmirsiniz, ya da maddi tərəfiniz buna imkan var. Bunu eləyəcəksiniz. Yəni kiçik bir şey. Demirəm, yəni vəzifədə belə mükəmməl dərəcədə böyüyəcəksiniz, mükəmməl dərəcədə sizə pul gəlir. Yox. Bildinizdə bu normaldan biraz yüksək istəklər sayılır. Bir kiçik bir istəyiniz, arzu deyək də, kiçik bir istəyiniz var ki, həyata keçəcək bu həftə ərzində. Bunu deyək və keçək. Belə. İnşallah ki, haqqınızda hər zaman xeyirli olsun. Keçirik üçüncü varianta. Görək
fikir verirsiniz də, yəqin ki, təzəcə dırnaq düzəltmişəm. Heç biriniz fikir vermədiniz. Heç biriniz orada yazmadınız. Nəsə zarafat edirəm təbii ki. Çox qəşəng yorumlar yazırsınız qızlar. Var olasınız. Yəni bir dənə negativ yorum görmürəm də. Mən bir dənə pis yorum görmürəm. Var olasınız. Sadəcə vaxtım olmur ki, niyə girim sizə cavab vermir də ki, azından komentar yazın, like edeyim. Siz bilirsiniz məni. Ona görə də yəni görürəm ki, hər zaman eyni insanlardır yazın. Yəni məndən bir tələb gözləmədən, məndən bir cavab gözləmədən o yorumları yazırsınız. Mən sizin əllərinizdən öpürəm. Var olasınız. Çox sağ olun. Keçdik. Baxaq görək birinci sıra. Bizim maddiyyat, pul, təhsil. Təhsil yəqin ki, bağlanıb hə qızlar. Yəni təhsil bağlanıb deyəndə ki, yəni cümlə düzgün olmadı. Yəni məktəblər yox, amma universitetlər bağlanıb yoxsa yox. Yəni məncə bağlanmır belə. May ayıdır. Mən niyə iyun kimi fikirləşirəm? Aha. İkinci sıramızda bizim sevgi həyatımız və həftəmiz hərəkətli olacaqmı? Buna baxarıq. Baxaq görək maddiyyat. Maddiyyatda yəni belə deyim də sizə. Sizdən bir maddi bir yəni bunu birinci yorumlayın. Çünki bu qəşəng kartdır əslində, amma toya gedə bilərsiniz. Sizi toya çağıra bilərlər. Toya getmərsiniz, bir də görəcəksiniz ki, indi adətdir də, yəni WhatsApp-da dəvətnamə göndərəcəklər, yəni toya dəvət ala bilərsiniz. Və yaxud ki, ad gün keçirdə bilərsiniz. Özünüzün ola bilər, yaxınınız olan bir insan ola bilər ki, ad günü, şənlik, maraqlı bir şey. Şəxsi həyatınız olsaydı, sizin nigah yox, nişanınız da deyərdim. Amma burada ola bilsin ki, iş yoldaşınız sizi dəvət edir toya, yəni bu hallar da ola bilər. Bilmirəm, nə ilənsə bağlı iki yol arasında qalmışsınız. Bilmirəm. Nə ilənsə bağlı. Tutaq ki, işlə bağlı ola bilər. Sizə kimsə nəsə təklif eləyib işlə barədə, işlə barədə cümləyə bax. İş barəsində nəsə təklif eləyib sizə və iki yol arasında qalmışsınız. Hansını seçəcəyinizi bilmirsiniz. Bilmirsiniz ki, hansına siz yetərincə öz əməyinizi versəz, onun qarşılığını ala bilərsiniz deyə düşünürsünüz. Bilmirsiniz də yəni. Bəzi hallarda, əgər işləyənləriniz varsa, siz özünüz bilirsiniz. Mən kimlə bəhs edirəm, kimi deyirəm, ehtiyatlı olun. İş yerində bir insan ola bilər ki, sanki sizi sevirmiş kimi davrana bilər, amma ayağınızın altını qaza bilər. Təhlükəli bir insan ola bilər bu insan. Yalancı bir insan ola bilər. Yəni, sizə yalan danışa bilər. Necə deyim sizə? Üzünüzə gülüb, yəni başqa cür hərəkət edə bilər. Bu kişi də ola bilər, qadın da ola bilər, fərqi yoxdur. Bəzi nəyinsə sonlanmasından qorxursunuz elə bir, nəyinsə sona yetməsindən qorxursunuz, çəkinirsiniz elə bir. Amma burada bir sonlanma var. Bəlkə də bu insan siz, necə deyim, sizi ayağınızın altını qazan insan, bəlkə də işdən çıxa bilər, gedə bilər. Və yaxud ki, artıq sizlə, türklər demiş, mühattab olmaya bilər. Yəni, bu nəyinsə sonu gələcək burada. Yəni, burada işdən çıxmağı demirəm, burada görmürəm. İşdən çıxmaq barəsində demirəm. Ətrafında başqa bir negativ kartlar olsaydı deyərdim bəlkə də. Amma burada işdən çıxmaq barəsində yox. Nəyinsə sonu gələcək. İnşallah ki, pis bir şey var ki, sizin həyatınızda onun sonu gəlsin, ondan sonra daha yaxşılıqlar olsun. Amma burada nəsə iki seçim arasında qalmışsınız. Siz bilmirsiniz ki, nəyi seçəsiniz və nəyə yetərincə əmək verib onun qarşılığını alacağınızı düşünürsünüz. Və bəzilərinizdə var ki, burada toya dəvət ala bilərsiniz. İş yerindən ola bilər və yaxud da ki, özünüz harasa, şəxsi olaraq harasa dəvət ala bilərsiniz. Belə. İşdən təklif gözləyənlərimiz varsa, yenə deyirəm ki, yəni sizi mən konkret olaraq iki variant arasında qalmış kimi görürəm. Belə. Keçirik sevgi həyatımıza. Sevgi həyatımızda buyurun. Sevgi həyatımızda bizim iki şəxs görünür burada. Bu nə deməkdir? Bəlkə də sizin həyatınızda başqa bir insan da girəcək. Amma konkret olaraq sizin sevdiyiniz bir insan var ki, baxın, bunlardan biri sizin həyatınızda olan bir insandır. Siz bilin də, yəni, indi deyəcəm, biləcəksiniz. Sizin həyatınızda olan insan hansıdır?
Soyuqqanlı, qısqanc, kobud, sizdən yaşca böyük, böyük olmasa belə özünü böyük kimi aparan, hər şeyin doğrusunu mən bilirəm kimi, bəzən sizi tərsləyən, yenə deyirəm, qısqanc olan, qısqanc yəni bu sevgidən qaynaqlanan qısqanclıq yox. Yəni belə yersiz qısqanclıqlar eləyən bir insan, yenə deyirəm, kobud bir insan, sərt xarakterli bir insan burada. Bu isə flörtöz bir insan, yaraşıqlı bir insan ola bilər, bacaran bir, hər şey bacaran bir insan ola bilər. Tutaq ki, addım atmaq istəyirsiniz, gözü heç nəyə görməz, addım atacaq. Yəni demirəm qürursuz. Yəni rahat, relaks hərəkət edir. Yəni mən bu insana addım atmaq istəyirəmsə, mütləq addım atacağam və onun nəticəsini görəcəm. Yəni biraz yuxarıdan gedən bir insan olan bir insan ola bilər. Bürcləri də deyim, bəlkə də onu duyğun. Bu o hava ünsürü, bu isə od ünsürü. Artıq siz baxın ki, sizin həyatınızda olan insan hansıdır. Həyatınızda olan insan hansıdır onu bilmədən belə bir şey deyirəm ki, siz bildiniz artıq mən kimlə söhbət edirəm və burada arxasını çevirib gedən bir insan var. Sevərək bitən bir münasibət var burada. Adam öz təkliyindən qalmaq istəyir, sizə qarşı arxasını çevirib gedir, amma sizin üçün darıxır. Nəinki sizin üçün, keçmiş xatirələriniz üçün. Tutaq ki, bir illik bir münasibətdir, keçmiş xatirələriniz üçün çox-çox darıxan bir insandır. Burada yalançı bir insan kimi görmürəm mən bunu. Hal-hazırda belə çıxa bilər. Bilmirəm, nəsə bir şey olub aranızda, ya siz ona xoşa gəlməz şeylər demişsiniz və yaxud da ki, o insan sizə xoşa gəlməz şeylər deyib və burada arxasını çevirib gedən, sevərək bitən bir münasibət görürəm. Adam yalnızlığı ilə tək qalmaq istəyir və keçmiş xatirələriniz üçün çox darıxır. Ya da ki, belə bir şey ola bilər ki, siz çoxdan tanışsınız bu insanla, yəni təzə tanışdıq deyil, uzun müddətdir bu insanla tanışsınız. Addımı deyirsinizsə, addımı olacaq, amma %90 kimi yox. Düzdür, bunlar baxın, bunlar krallardır da, yəni kral normalda addım atan bir şəxsi göstərir. Amma ətrafındakı kartlar çox da mənə onu demir ki, bu insan konkret olaraq addım ata bilər. Amma addım atacaq, siz belə qəbul edin. Addım atacaq və ondan sonra artıq danışığınız necə olacaq? Tam olaraq barışıq kimi görmürəm burada. Addım atmaya da bilər, yenə deyirəm də, və çox insan baxır və mən hər kəsə uyğun olan şeylər deyirəm. Amma bilmək istədiyiniz bir şey varsa, bu insan sizdən sevərək uzaqlaşıb, sevərək gedib. Yəni siz bu insan nə demişsiniz, o insan sizə nə deyib bilmirəm. Keçmiş xatirələriniz üçün darıxar. Baxın, burada yəni yorumlamanın əvvəlində bir şeylər dedim ki, yəni ya bu, ya bu. Siz bildiniz ki, tutaq ki, bu sizin istədiyiniz insandır və yaxud da ki, bu sizin istədiyiniz insandır. Seçdiniz hansı sizin istədiyiniz insana uyğun gəlir. Düzdür? Azca da olsa xarakterlərindən tuta bildiniz. Tutaq ki, o sizin istədiyiniz insandır. Sizin həyatınızda başqa belə bir formada bir insan gələ bilər. Və yaxud da ki, budur elə sizin istədiyiniz insan, amma belə xarakterdə bir insan gələ bilər həyatınıza. Artıq siz qərarını verərsiniz ki, o insana münasibəti başlayarsınız ya yox, amma sadəcə həyatınıza gələcəyindən və yaxud da ki, həyatınıza daxil olmadan, həyatınızın kənarından sizdən nəsə bildirə bilər, öz marağını bildirə bilər ki, sizə tutaq ki, sizdən xoşu gəldiyini bildirə bilər ki, ondan sonra siz o insanı həyatınıza alıb, almamaq barədə düşünərsiniz. Belə. Baxaq görək həftəmiz sabit, stabil keçəcək. Sakit. Zaten belə bir insansınız siz. Baxın, belə bir şey deyim. Yəni, dava dalaşdan uzaq bir insan, sakitçilik yaşayan bir insan. Bəlkə də bəziləriniz yaşıllığı sevən bir insan ola bilərsiniz. Mənzərəni sevən bir insan ola bilərsiniz ki, istəyirsiniz ki, istər baxın, münasibətdə olsun, sevdiyiniz insanla olsun, istər iş həyatında olsun. Yəni, hər şey sakit olsun, stabil olsun. Heç kimlə işi olmasın. Mənim də heç kimlə zaten işim yoxdur. Yəni, belə bir insan. Həftəniz də belə keçəcək. Yəni, siz necə xarakterdəsinizsə, elə də keçəcək. Həftəniz stabil, sakit, rahat. Bəziləriniz harasa bir təbiətə, harasa bir yaşıllığa gedə bilərsiniz dincəlmək üçün. Yəni, rayona da ola bilər.
ki ora gedə bilərsiniz. Yəni dincəl həftəniz stabil keçəcək, sakit keçəcək yəni. Belə. İzlədiyiniz üçün mənim əzizlərim, çox sağ olun, var olun. Yaxşı ki varsınız. Öpürəm sizi çoxlu. Bilirəm çoxunuz axıra qədər baxırsınız. Baxmayanlar da varsa, mütləq axıra qədər baxın qızlar. Bir də çox qəşəng izləyirsiniz, düzdür. Amma yəni izləyəndən sonra çox xahiş edirəm, heç olmasa like eləyin. Yəni mən də sevinim, görüm. Vallahi mən buradan nə pul qazanmıram, nə də bir şey. Sadəcə olaraq mənim səhifəm çoxdanın səhifəsi olduğu üçün. Yəni bir müddət yoxa çıxdım da, yəni heç bir şey paylaşmadım və gördüm ki, çox yazırsınız, eləyirsiniz ki, yəni ki, hardasınız, gəlin video paylaşın. Amma şəxsi açılım eləmirəm, sadəcə burada sizin üçün belə paylaşımlar edirəm. Mən burada heç bir maddi maraq güdmürəm. Bunu bilən bilir, yəni siz özünüz də bilirsiniz. Belə. Ay, yoruldum, inansız yoruldum. Neçə dəqiqədir? 30 dəqiqədir ki, danışıram. Özünüzə yaxşı baxın. Yaxşı ki varsınız. Yaxşı ki mənim izləyicilərimsiz. Yorum yapan əllərinizdən öpürəm, yenə deyirəm. Çox sağ olun, var olasınız. Öpürəm sizi çoxlu. Sağ olun.